Salam uşaqlar, bugün sizlərlə Çınar 5-ci sinif riyaziyyat test kitabından natural ədədlərin yazılışı və oxunuşu test 1-in izahını bölüşürəm. Birinci sualımıza deyilir ki, ədədin oxunuşu aşağıdakılardan hansıdır? Diqqətli oxuyaq. 56 milyon 149 min 320. Təkrarlayaq. 56 milyon 149.320. Düzgün cavab A variantında verilib. İkinci sual. Oxunuşu 76 milyon. Uşaqlar, əgər 76 milyon deyirsə, baxın milyonun yanında, yəni 1 milyon yanında, 1-in yanında 6 sıfır var. Yəni olacaq 76-nın yanında 6 sıfır. 76 milyon. Digərini oxuyaq. 213 min, baxın 213 min, yəni 213 yazacağıq, yanında 3 dənə 0. Davam edək. 459. 459. Və yazdıqlarımızı isə artıq toplayaq. Düzgün cavab olacaq 76 milyon 213 min 459. Düzgün cavab C variantı. Üçüncü sual. Verilmiş ədəddə baxaq, nə verilib bizə? 983 milyon 659 min 742. Bir verilmiş ədəddə 6 rəqəminin mərtəbə qiyməti. Uşaqlar, mərtəbə qiyməti o deməkdir ki, yəni 6-nın durduğu mərtəbə vahidini 6-ya vuracağıq. Baxaq, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Yəni 6-nı vuracağıq 100 minə. Cavab eləyəcək 600 min. Düzgün cavab B variantı. Dördüncü sual. Deyir ki, 81.234 ədədində ən kiçik rəqəmin mərtəbə vahidi. Uşaqlar, ən kiçik rəqəmimiz burada 1-dir. Mərtəbə vahidindirsə, yenə sayırıq. Təklik, onluq, yüzlük, minlik. Yəni 1-in durduğu, bir rəqəmin durduğu yer minlikdir. Yəni 1-i vuracağıq minə. Alacağıq 1000. Düzgün cavab A variantı. Beşinci sual. 475 milyon 178 min 206 ədədindəki minliklər sinifindəki. Baxın, şurada siniflər deyirsə, bizim siniflərimiz var. Təkliklər sinifi. Təkliklər sinifinə daxildir. Təklik, onluq, yüzlük. Minliklər sinifi deyirsə, minliklər sinifinə minliklər, 10 minliklər, 100 minliklər daxildir. Yəni ayırsaq, baxın, bu hissə olacaq təkliklər sinifi. 178 olacaq isə minliklər sinifi. Deyir, minliklər sinifində duran rəqəmlərin cəmi, yəni 1 üstə gəlsin 7, üstə gəlsin 8-in cəmini sil. O deyir 16. Düzgün cavab B variantı. 6-cı sual. Hansı 71 milyon, baxın 71 milyon deyirsə yazırıq. Əgər birbaşa rəqəmi oxub yaza bilmiriksə, etap yazırıq. 71 milyon, yəni 71-in yanında 6 sıfır. Üstə gəlsin, digərini oxuyaq. 315 min. Yəni 315 yazılıb yanına 1000 dediyinə görə 3 dənə sıfır qoyacağıq. 45. Üstə gəlsin 45. Şunlar toplasaq 5, 4, 0, 5, 1, 3, 71. Düzgün cavab. Baxaq. C variantı. Uşaqlar, 7-ci suala deyir ki, 21 milyon 233 min, tamam,
144. Tamam, düzeldi. 21 milyon 233 min 144. Ədədini yazmaq üçün neçə muncuğa ehtiyac var? Uşaqlar, sanki qrafikimizdə uyğunsuzluq var. Çünki baxın, 21 milyon 233 min 144 ədədində 8 rəqəm var. Yəni bizə 8 dənə həmin muncuqlar olan çubuqlar lazım idi. Amma muncuqları saysaq 1, 2, 3, 4, 5, 6 dənə çubuqla olan muncuq verilib. Yəni sualda tam oturuşmayan nələrsə var. Ola bilər çap səhvidir. Gedək 8-ci sualımıza. $14 milyon. Baxın, 8-ci 14 milyon. Tamam. 522 min 133. Ədəd neçə rəqəmlidir? Əlbəttə ki, 8 rəqəmli ədəddir. Düzgün cavab C variantı. 9-cu sual. Açıq şəkildə verilmiş ədədin rəqəmlərlə yazılışı hansıdır? Baxaq. 600 min, altılı toplu daha rahat cavab çıxacaq. 600 min üstə gəlsin 40 min, üstə gəlsin 5 min, üstə gəlsin 600, üstə gəlsin 90, üstə gəlsin 2. 0, 0, 2'lerin cəmi 2, 9, 6, 5, 4, bir də 6. 645 min 692. Düzgün cavab C variantı. 10-cu sual. Verilmiş ədəddə fərqləndirilmiş rəqəmin mərtəbə qiyməti. Oxuyaq. 74 milyon 576 min 239 ədədində. Baxın, 5'in altından xətt çəkin. Yenə sayılar uşaqlar. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Yəni 5'i vuracağıq 100 minə. Alacağıq 500 min. Düzgün cavab D variantı. 11-ci sual. Deyir ki 6 milyon 789 min 320 ədədində neçə minlik var? Neçə minlik var deyirsə, artıq mərtəbə vahiddən sayacağıq. Sayaq, təklik, onluq, yüzlük, artıq minliyə çatana dayanacaq. Yəni artıq bizim neçə dənə minliyimiz olacaq? 6789 dənə minliyimiz var. Düzgün cavab A variantı. 12-ci sual. 12-ci sualımızda deyilir ki, hər mərtəbə vahidi özündən sağdakı mərtəbə vahidindən neçə dəfə böyükdür. Yəni biz mərtəbə vahiddən sayına deyirik təkliyə 1 azalmışıq. Onluq 10. Yüzlük 100 və s. Baxın, hər dəfə neçə dəfə artır? 10 dəfə. Yəni sağdakı mərtəbə vahidi soldakı mərtəbə vahidindən hər dəfə 10 dəfə böyük olacaq. Düzgün cavab D variantı. Keçək ikinci testimizə. Test 2. Deyir ki, birinci sualımızda təkliklər, minliklər, milyonluqlar mərtəbəsində rəqəmi 7 olan 7 rəqəmli ən kiçik ədəd hansıdır? Baxaq. Deyir ki, təklikləri 7-dir. Təkliklər 7 deyirsə, uşaqlar, biz A-nı götürə bilmərik. Bir də minlikləri 7 deyirsə, minlik 7. Bir də milyonluqları 7 deyirsə, uşaqlar, düzgün cavab, baxın, B variantıdır. Baxın, göstərək. Baxın, saysaq, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq, bir də 10 milyonluq. Baxın, təkliyi, minliyi, bir də 10
milyonluğu. Düzgün cavab B variantı. İkinci sual. Aşağıdakilerden hansı 307 milyon? 307 milyon. Devam edək. 196. Baxın, 307 milyon 196 ədədi. Baxın uşaqlar, bax, bu şəkildə yazılır. Düzgün cavab C variantı. Üçüncü sualımızın davam edək uşaqlar. Deyir ki, ədədin təkliklər sinifində 23. Uşaqlar, təkliklər sinifində hansı? Baxın, gəlin siniflərimizi göstərək. Təkliklər, minliklər və milyonluqlar. Təkliklər sinifində 23. Yəni təkliklər sinifində uşaqlar, mənim təkliğim var, onluğum var, yüzlüyüm var. Əgər burada 23 bizə veribsə, demək ki, mənim yüzlüyüm 0-a bərabərdir. Minliklər sinifində 806 yazdım. Minliklər sinifində 806 yazdım. Milyonluqlar sinifində 87 var. Nəyə görə? 87 nəfərinə 0 qoymadım. Çünki 0 ilə başlayan bizim bir ədədimiz yoxdur. Ona görə düzgün cavabımız D variantı. Dördüncü sualımızda 194 milyon yazırıq. 194 yanında 6 0. 5 bu da 6. Sonra 12 min. Yəni 12 yanında 3 dənə 0. Baxın 12 yanında 3 dənə 0. Bunu toplasaq 0 0 0 2 1 0 4 9 1. Düzgün cavab C variantı. Sonra 5-ci sual. Deyir, verilmiş ədədlərdən hansının minliklər sinifindəki rəqəmlərin hamısı 0-dır. Minliklər sinifindəki rəqəmlərin hamısı 0-dır. Baxaq, 12 milyon 7 min. Xeyr. 12 milyon 800 min 4. Yəni, burada minliklər mərtəbəsində ədəd işlənməli deyil. Digərinə baxaq, 356 D variantına baxaq uşaqlar. 356 milyon, tamam, 155. Bəli, bu doğrudur. Çünki artıq mən burada neçə min sözü işlətmədim. Ona görə düzgün cavab D variantı. 6-cı. Deyir ki, 713 milyon 975 min 416 ədədində 10 minliklər, 100 minliklər və milyonluqlar mərtəbəsindəki rəqəmlərin cəmi. Sayaq. Təklik, onluq, yüzlük, minlik. Baxın, 10 minlik, 100 minlik, bu da milyonluq. Bu rəqəmlərin cəmi bizdən içsin, yəni 3 üstə gəlsin 9, üstə gəlsin 7. Bərabərdir 19-a. Düzgün cavab D variantı. 7-ci. Hansı ədədə 4-ün mərtəbə qiyməti 40 mindir. Yəni uşaqlar, mən burada 4-ü vurmuşam 10 minə ki, mən burada 40 minə almışam. Yəni 4-ün durduğu mərtəbə vahidi 10 minlikdir. Baxaq, düzgün variant hansıdır uşaqlar? Baxsaq, düzgün variant B variant. Baxın, hansıdır? 86.347 1925'dir. Bax uşaqlar, saysaq, təklik, onluq, yüzlük, minlik, baxın 10 minlik. Ona görə düzgün cavab də B variantıdır. 8-ci sual. Deyir ki, 9A, 6A, 5A, 1A ədədinin rəqəmlər cəmi 53 olarsa, yəni
9 üstə gəlsin 6, üstə gəlsin 5, üstə gəlsin 1, üstə gəlsin. Baxın, neçə dənə A var burada? Çox var. 1, 2, 3, 4 dənə A var. Bu bərabərdir 53-ə. 9 üstə gəl 6, 15, 15 üstə gəlsin 5, 20, 20 üstə gəlsin 1, 21. 21 üstə gəlsin 4A, bərabərdir 53-ə. Buradan 4A bərabərdir 32-yə, A bərabərdir 8-ə. Deyir ki, A tabandan sonra A rəqəminin mərtəbə qiymətlərinin cəmi. Gəlin yerinə qoyaq, uşaqlar. Olur nə? 98 milyon 685 min 818 ədədinin 8'lerin durduğu mərtəbə qiymətlərini cəmi. Uşaqlar, bunu daha rahat yolla həll eləsək, artıq biz 8'ləri istədiyinə bizdən 9'u sildik. Yerdə qalan 6, yəni 8'lər arasında qalan ədədlərin yerinə isə sıfırları qoysaq, uşaqlar, çünki onlar hamısı sıfıra çevriləcək. Cavab nə oldu? Düzgün cavab A variantı. 9-cu 606 milyon 606 min 606 ədədinin yazılışı hansıdır? Düz, əlbəttə ki, A variantı. 10-cu sual. Sözlərlə verilmiş ədədin yazılışının neçə sıfır var? Baxaq. 300 milyon. 300 milyon necə? Yəni 300'ün yanında 6 sıfır. 300'ün yanında 6 sıfır. 2, 3, 4, 5, 6. Davam eləyək. 100 min, yəni 100'ün yanında 3 dənə sıfır. Baxaq, 3 sıfırımızı qoyaq. Sonra 100'ümüzə əlavə eləyək. Sonra 33. Baxın, gəlin bu cəmi tapaq uşaqlar. 3, 3, 0, 0, 0, 1, 0, 0, 3. Deyir, neçə sıfır var? 1, 2, 3, 4, 5 sıfır. Düzgün cavab C variantı. Uşaqlar, 11-ci sualdan davam eləyək. 11-ci sualımızda deyir ki, Eyyub verilən ədədi oxuyarkən yanlışlıqla miniklər sinifini oxumur. Ədədi miniklər sinifini oxumur və digərlərini oxuyur. 1 milyon 2 kimi oxuyur. Yəni, bunun təkliklər sinifində 2'dir. Yəni, sonu bunun 0, 0, 2 ilə bitir. Ən dəqiq variantı budur. Və 1 milyon. Tutaq ki, bu hissə oxumur. Buranı 0, 0 kimi qeyd edir. Və 1 milyonu deyir. Bax, görə ən düzgün variant hansıdır? Yəni, buranı bu hissədə 0, 0 kimi qəbul edir. Uşaqlar, yəni burada 7 rəqəm olmalıdır. 7 rəqəm. Baxaq. A variantı yanlış variantı olmaz. B variantı doğru variantdır. Peki B variantı qalsın. Uyğun gəlir. C variantı ola bilmir, çünki rəqəmlər sayı əksikdir. D variantı isə ümumiyyətlə uyğun gəlmir. Siz nə görə? Çünki bunun sonu 102'dir. Yəni, bunun təkliklər sinifindəki ədəd 102'dir. Axı deyir, axı, bircə bu miniklər sinifini oxumur. Ona görə də ən düzgün cavabımız B variantı. 12-ci sual. Miniklər sinifindəki rəqəmlər cəmi 10 və təkliklər sinifindəki cüt rəqəm olan ədəd hansıdır? Əgər bunun təkliklər sinifi cütdürsə, yəni burada 0, 2, 4, 6, 8 rəqəmlərindən ibarət olmalıdır. Baxaq uşaqlar. A variantına C variantı yanlışdır. Çünki orada 7 və 5 var. 7 və 5 cüt rəqəm deyil. Qaldıq B ilə D arasında. Deyir ki, miniklər sinifindəki ədəd, yəni 712 və yaxud da 452 ədədinin rəqəmlərin cəmi 10 eləməlidir. Əlbəttə ki, 712 ədədinin rəqəmlər cəmi 10'dur. Ona görə ən düzgün variant B variantıdır. Hələlik bu qədər uşaqlar. Bu tip videoların davamlı olmağını istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı unutmayın. Hələlik.